Valla Windows 7'in bir versiyasını tapdım. Deməli, driver yazmadan driverlərin hamısı avtomatik yüklənir. Heç driver yazmırsan da kompüterə. Bax, hətta bunun bax belə proqram quraşdırıblar. Driver ismini var. Girirsən bura. Proqram açılır avtomatik dostlar. Gözləyin daha. CD driver, bax, hər driver yazılıb. Heç bir driver zat lazım deyil yəni yazmaq. Hamısı yazılıb, bax, bomboşdur. Yəni istəyən olsa bunun linki mənəsinə buraxaram. Bugün tapmışam elə sistemi. Google Chrome-a qədər işləyən çox Windows'un 7 versiyanı Google Chrome işləmir. Özü deyil, rus dili versiyasındadır. Gördüyünüz kimi. Beləsinə bir rahat əməliyyat sistemidir. Beləsinə proqramlar da var içində. Hətta Windows 1 aktiv edə bilirsiniz içindən. Hətta onun üçün bir proqram da qoyublar. Activators. Ora girirsiniz. Burada Windows Loader var. Windows Loader. Buradan belə aktiv edə bilirsiniz Windows. İndi çox Windows 7 olmur bu. Bir dəqiqə. Buradan belə aktiv edə bilirsiniz. O biraz keçiriz yazdığı proqram. Windows Loader. Nə oldu, açılmadı bu. Kompüterdə, görürsünüz, buradan installa basıb edə bilərsiniz. Mən deyirəm, deyirəm. İstəyən olsa bu linkin aşağı qoyacağım, baxarsınız dostlar.